Və onsuz da məni məcburən siyasətçi deyiblər. Mən düşündüyümü deyirəm mən. Mən siyasətçi deyirəm, ola bilər səhvdir mənim düşündüklərim. Bilirsən, çal-çağır, hökumət elə onu istəyir ki, çal-çağır olsun, şırlaq atan çox olsun. Nə istəyirsən sən onu? Ondan nə istəyirsən? Sənin siyasətin, onun siyasətinə qarşın olmasın, buna qarşın olmasın. Sənin rusluğunla o geyləri paradını Rusiyada keçirməyə qoymadı. Müsəlman ölkəsi olar, bunlar tamamilə ona icazə vermişdilər məndənə qədər. Mən üsyan elədim onlara qarşı. Mən ən böyük işimi yazmışam. 2012-ci il yanvar ayının 20'si bizim Yol gazetini gedin. Bakın sizin Allah'ınız olsun bu milleti sındırmayın. Sındırdılar bu milleti. Ziyalısını da sındırdılar. Hamısını sındırdılar. Elə bilirsə mən başımı telimi sığallayırlar. Siz elə bilirsiniz ki mənim telimi sığallayırlar danışdıqca. Benim başımla vurdurdular. Her şey edeyimler yerlerine. Allah saklayayım ben de kardeşim. Olmuyor. Ben bir yerde deyirəm. Deməli, zaten Hitler'e 48 defa Bakuşinilov hissəsi qələbə çalmıyor. Onda Mir Hitler deyək də, ona Seyid yəqin edir. Mən Seyid sən deyiləm, Allah qoruyub, qoruyanda qoruyub valla. Məni Allah saxlayır. Onlar hər cür hərəkət elədilər, işdən çıxartmaq istədilər, nə elədilər, nə qarşılar, heç şey eləmirlər. Bizdən Allah qoymur. Bizdə mənim dilim dilcəyim, dünya ilə bir ilərəm, mən elə bir adam deyiləm. Mən seyislə deyiləm, amma mənim dilim də var, dilcəyim də var. Öldürürlər, öldürsünlər. Özü də ölümündən qorxan millət varsa onun dövləti olmaz, onu bilin. Ölümündən qorxursansa nə yaşasın? Gündə bir dəfə öləcəksən də, xox eləndə öləcəksən də. Bunlar olmamalıdır. Bunlar hamısı bilirsən, onlar da bir siyasətdir. Onun başında duranlar da çal-çağır elə deyil, geyləri yığışır, pis adamları yığışır. Budur. Mən orada yazılı surətdə bir qəzetin üzü, bütün hamısı mən intervyu vermişəm. Bir də bizim Yol 2012-ci il yanvar ayının 20'si qəzetidir. Mən orada bütün fikirlərimi demişəm. Bunların məqsədləri hamını tutmaq, hamıyı pulla ələ almaq, hamını ona bilirsən, elə olmur. İndi bura bax, bizdə çoxlu miqdarda o qədər partiyalar var, hamısı əl partiyalarıdır. Partiya, belə partiya olur. Buna göre ben ne iktidaram ne de muhalefetle hiçbir partiden özlüyüm. Azat bir insan ama yok.